İşğaldan azad edilən ərazilərdə geniş miqyaslı bərpa və yenidən qurma işləri davam etdirilir. Bu prosesin əsas mərkəzlərindən biri də uzun illər dağıntıların simvoluna çevrilən Ağdam şəhəridir. Hazırda Ağdamda növbəti yaşayış kompleksinin tikintisinə başlanılıb. Yeni layihə yüzlərlə ailənin doğma şəhərdə məskunlaşmasına imkan verəcək. Əməkdaşlarımız şəhərə baş çəkiblər, izləyək. Bir zamanlar həyatın dayandığı, küçələrində sükutun hökm sürdüyü, Ermənistan hərbiçilərinin xarabalığa çevirdiyi Ağdam bugün yenidən dirçəlir. Bu torpaqda indi yenidən insan səsi eşidilir. Ağdamda növbəti mühüm mərhələyə start verilib. Burada 5-ci yaşayış kompleksinin tikintisinə başlanılıb. 135-ci məhəllə üzrə 3 dənə yaşayış binası, orta mərtəbəli yaşayış binası nəzərdə tutulub. Biri 8 mərtəbə, ikisi 6 mərtəbə. Bundan əlavə 4 avtodayanacaq, yeraltı avtodayanacaq nəzərdə tutulubdur və bu binaları yer altında dayanacaqdan binalara keçmək üçün də zirzəmi hissəsində yeraltı qalereya, yəni ki tunel var. Üstəlik binalar tikilib qurtarandan sonra üstündə onun abadlıq işləri var. Abadlıq işlərinə yenə yerüstü dayanacaqlar, binalar arası yollar və kiçik stadion nəzərdə tutulubdur. Məskunlaşmanın daha sürətli həyata keçirilməsinə kömək eləyən mühüm amillərdən biri də sakinlərin əməyidir. Şəhərdə ucalan evlərin bir çoxu yalnız tikinti şirkətlərinin deyil, elə burada yaşayacaq insanların zəhməti ilə tikilir. 128-ci məhəllədə bünövrət davasının armaturlama işləri gedir. 129-cu məhəllədə mərtəbələrin təmir qəlib işləri gedir. Eyni zamanda hörgü işlərinə başlamışıq. İşlər davam edir. 5-ci yaşayış kompleksi 12 məhəllədən ibarət olacaq. Burada 50 yaşayış binasının tikintisi nəzərdə tutulur. Bunlardan 40-ı yaşayış binası, 10-u isə qeyri-yaşayış binası kimi inşa ediləcək. Eyni zamanda burada müxtəlif otaq saylarında olmaqla 1074 mənzilin sakinlərə təqdim edilməsi planlaşdırılır. 3-cü yaşayış kompleksində də yaxın vaxtlarda tikintinin başlanması nəzərdə tutulur. Bu kompleks isə 13 məhəllədən ümumilikdə ibarət olacaq. Eyni zamanda Ağdam şəhərində digər yeniliklərimiz də var. Ağdam Cümə məscidinin yardımçı tikililəri Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa tikinti idarəetmə xidməti tərəfindən inşa olunacaq və bu istiqamətdə də artıq yaxın vaxtlarda işlərin başlanması nəzərdə tutulur. Eyni zamanda Ağdam şəhərində çox funksiyalı inzibati binanın da yaxın vaxtlarda tikintisinə başlanması planlaşdırılır. Qeyd eləyək ki, bundan əvvəl 2-ci yaşayış kompleksinə sakinlərin qayıdışı təmin olunub. Artıq orada 103 ailə olmaqla 403 sakin məskunlaşıb.